yoldaşlar. Rayonda sürücü iş var. Sürücü işlərindən bəhs etmək istəyirəm rayonda olan variantlarından. Misal üçün, gəlin ilk öncə Qarabağda olandan bir-iki dənə misal verim mən sizə. Əslində 3 dənə olmalıdır. Biri Bekolu ödənişidir yoldaşlar. Cəbrayıl rayonundadır. 1584 manat maaş verir. Orta təhsiliniz varsa müraciət edə bilərsiniz buna. Sürücü Bekolu ödənişi. Bundan əlavə ekskavator operatoru işi də var yoldaşlar. Bu da Cəbrayıl rayonundadır. Bu da 1355 manat verir. Bundan əlavə yoldaşlar sürücü işi var D kateqoriya üzrə Daşkəsən, Göygöl, Qarabağ bölgəsi üzrədir. 750 manatlıq bir işdir. Azı 2 il iş təcrübəniz olmalıdır. Bundan əlavə şəxsi avtomobiliniz varsa yoldaşlar və bölgə müdiri olaraq vəzifəniz olubdursa, yəni işləmisinizsə, təxminən 3000 manat qazana biləcəyiniz bir iş də var. 5 günlük iş rejiminə malikdir. Satış bölgə müdiri işidir. Şəxsi avtomobiliniz varsa, bölgə müdiri kimi iş təcrübəniz varsa, qida sahəsində iş təcrübəniz varsa və müvafiq sahədə 5 il iş təcrübəniz varsa, bu işə müraciət edə bilərsiniz. Digər bu tipli işlərlə də tanış olmaq istəyirsə və yaxud da bənzəri olmayan fərqli işlərlə də tanış olmaq istəyirsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzvalı kanalı. Kanala daxil olduqdan sonra diqqət edərsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.